1732-cü ildə imzalanmış Nəşr müqaviləsinə aiddir. Yəni biz Nəşr müqaviləsinə baxmalıyıq. Nəşr müqaviləsi şərtləri nə idi? Nəşr müqaviləsində səbəblər Ruslar arasında müqavilə bağlı, bu müqaviləyə əsasən Ruslar Xəzəryanı bölgələrində 200 tane qədər olan əraziləri tərk edirlər və belə demək arası Ruslarla Serblər arasında dostluq olmuş. Bəli, indi müqavilədə indi imzalanmışdı, şərti yəni göstəreyim. Şərtlərə aiddir. İndi layihələrə birinci bax. Osmanlılar Xəzəryanı əraziləri tərk etməli idi. Burada Osmanlıların ifadə etsin. Bəlkə Ruslar olsaydı Xəzəryanı ərazi tərk edərdi. Onlar variantı düz götürə bilərdi. Bəli. Onun üçün Osmanlı Ruslar variant çəkdi. B variantını. Ruslar Tereki qədər əraziləri Səfəvilərə qaytardı. Terek yox. Kür Əhsən, kür olsaydı, bəli. Ona görə B variantı yenə getdi. Düzdür. Osmanlılar Şirvanda qoşun saxlaya bilməzdi. Bu əvvəlki dövrlərə aiddir. Yəni 1724-cü imzalanmış İstanbul sülhündə. Bu Ruslar Osmanlılar arasında bağlanmışdı. Bəli, yəni bu da aid deyil. Bəli. D variantında Osmanlılar əfqanlara qarşı mübarizədə sərhədlərə yardım etməlidir. Bu 1723-cü ildə imzalanmış Peterburq sülhündə aid. Yəni Ruslar öhdəli götürürdülər. Bəli, bəli. Yəni Xəzəryanı arasında ələ keçirəcəklər, müqabilində bunu köməyi vəd edirdilər. Bəli. E variantında isə Səfəvilər Rusların gömrükçü ticarət hüququ verir. Yəni burada dedim, Səfəvilər Ruslarla dostluq əlaqəsi olduğuna görə gömrükçü ticarət, onun tazirləri gömrük olmadan gəlib keçə bilər. Yəni bu Nəşr müqaviləsinə aiddir. Bəli. E variantı doğru var. Düzdür.